bugün 23-cü gecədə axşam ən üstün gecədir bu gecə. Qədr gecəsinə 3 ehtimaldan ən böyüyü bu gecənin ehtimalıdır. 23-cü gecənin ehtimalıdır. Çox fəzilətli gecədir, çox şərafətli gecədir. Çox ehtimal var ki, Quran bu gecə nazil olur 23-cü gecədə, günün sonundakı gecədə. Və mən dəvət edirəm ki, bütün insanlar dua eləsinlər, əhya onsuz da saxlayırlar, daha ciddi cəhdlə, daha böyük bir diqqətlə və hamımızdan ümumən dua istəyirəm bu gecənin əhyasını saxlayaq. 2 gecə buna müqəddimə idi. Bu 23-cü gecəyə çox önəm verək, çox həll edicidir və çalışaq ki, bir dəfəlik dəyişək. Allahdan yapışaq bu gecə və Allah mütləq nəzər eləyəcək. Mütləq. Bunu artıq indidən hiss edirəm ki, Allah inşallah hamımız hiss edirik bunu ki, Allah bizə nəzər eləyəcək. Allah bu gecənin, Qədr gecəsinin feyzindən bizi bir nəsib eləməsin.